Aleykümselam rahmetullahi ve berekatuhu. Soruşursan ki, əgər bir müsəlman ölkəsində Ramazan hilalı görünərsə də və başqa müsəlman ölkələrində tabe olmalıdırmı? Belə bir rəy varmı? Ümumən məsələdə ixtilaf vardır. Məsələdə ixtilaf vardır ki, bir müsəlman ölkəsi gördükdə hamı ona tabe olubmu gedir, yoxsa hər ölkənin öz royası var, yəni baxması var, hilalı izləməsi var. Yəni məsələ ixtilaflıdır, amma çox alimlər deyir ki, hər öz ölkəsindən gələn dəlillər də buna isnad edir, dəlalət edir. Amma həmin ölkələrdə baxılırsa da, yəni təqvimlə getmirlər, hilala baxırlar və həmin gün üstə elan edirlər. Gördük və yaxud da görmədik. Belə olduğu halda bəli. Başqa alimlər də deyir ki, ən yaxın müsəlman ölkəsi elan edərsə də, bildirilərsə də və buna imkan varsa da hamı məlumatlansın, müsəlmanlar o Peyğəmbər sallallahu hədsinə düşür ki, yəni onu görməklə orucunuzu tutsun, onu görməklə orucunuzu açsın. Bu bütün ümməti şamil edir. Hamı, bütün ümmət bu formada gedəsi olsa, bir oruçdan tutub bir açsalar, bu imkan varsa bunu eləyir. İmkan yoxsa hər öz ölkəsi ilə gedir. Amma şərtdir ki, baxılsın. Yəni hilal axtarılsın. Ramazan hilalı. Bəli. Açmağa gəldikdə isə açmaq da onun kimi Ramazanın axırında Şəvvalın hilalı üzə çıxmalıdır, bilinməlidir, görülməlidir. Həmçinin də Zilhiccə ayı, həcc ayı da onun kimi aya baxılır. Gəlin Allah.